Dava belədir ki, o həmin o kimin əmisi oğlu ilə dalaşıblar, əmisi oğlunun da dostu var. Onların da 5-6 dənə qrupası var, hatta adamları var. Yəni onlardan da ikisi elə bir ki şeydir, o Range Rover'də oturanlardır. Gəlmişlər, onlar hücum eləməyə gəliblər. Durublar orada, gözləyirlər. Deməli, bu maşınla vurmasaydı, o böyük bir şey olur, skandal olacaqdı. Onların əllərində xəncər, bir dənə dubinka. Firidun keşki dayanın görüm nə olub. Sürdülər onu düz, o qonşunun qapısında fırladı, düşmürdü, tutmuşdu şeydən. Maşın çünki kapotun üstündəydi. O yana fırladı, bu yana fırladı deyir, atdı yeri onu. Oğlum nə gün hədi bütün qan axmışdı oralara. Təbibdən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 49 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Sosial şəbəkələrdə yayılan paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb. Hadisə mayın 20-sində qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi Hyundai markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib. Faktla bağlı Xətai rayon polis idarəsində cinayət işi başlanılıb. 2 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.